Hər vaxtınız xeyir əziz tamaşaçılar. Misri Premier Liqasında 19-cu turun heyecanı bugün start götürdü və növbəti qarşılaşma Misri Sportun canlı efirindədir. Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionundayıq və burada yerli Sumqayıt komandası Zirə ilə qarşılaşacaq. Tura bir qədər öncə yekunlaşan Sabah Araz Naxçıvan maçı ilə start verildi və həmin oyunda turnir cədvəlinin lideri 4-1 hesabı ilə qələbə qazandı. Yəni Sabah qalib oldu, növbəti 3 xalı aktivinə yazdırdı. Turun növbəti qarşılaşmaları artıq növbəti günlərdə işarə verildi, oyun başladı. Sumqayıt Zirə Misri Premier Liqası 19-cu tur. Zirədə qalır, yenidən qismət, daha bir ötürmə qapı qarşısında Ruan Renato. Zərbə indirə bilmədi, amma topa birinci çatdı hər halda. Təhlükəyi yaşatdı Sumqayıt qapısına. Junior Martins ötürməsini verdi Kustodio, yerlə qapı önünə, Rikaşıt və gücdən zərbə. Zirədə və bundan istifadə etməyə çalışırlar. Volkov aldatı bir rəqibini. Volkovun zərbəsi və gol! David Volkov hesabı açır. Zirə 24-cü dəqiqədə öz istəyinə çatdı. Uzun aradan sonra, zədəsiz sağalandan sonra yaşıl meydanlara qayıdan David Volkov ardıcıl ikinci oyununa fərqlənməyi bacarır. Gürcüstanlı forvardın qayıdışı Zirə üçün çox yerinə düşdü, çox düşərli oldu. Komandanın hücum xətti ilə bağlı olan problemlərini həll edə bilər Volkov. Bunu bir daha sübut edir. Yəni Zirə epizodun təkrarını bir hərəkətlə bir rəqibindən sıyrıldı və dərhal qapının uzaq küncünə zərbə indirdi. Səbuh Ablazadədən sıyrılmışdı və Beskaravaynın demək olar ki, ayaqları arasından çox qüvvətli və Mehdi Cənnətov üçün qarşı alınmaz zərbə indirdi. Cərimə meydançasının kənarından zərbə indirib, qolu vurub David Volkov. Zirə bu göstəricidə liqanın ən yaxşısıdır. Cərimə meydançasının kənarından vurulan bu artıq 7-ci qol oldu, əziz tamaşaçılar. Ninkovic! 1-1! Daha bir şedevr! Bu dəfə Nikola Ninkovic fərqlənir. Sumqayıt formasını ilk qolunu vurur Serbiyalı yarım müdafiəçi və necə bir qol vurur. 2 gözəl qol 3 dəqiqə ərzində. 2 fantastik zərbə və hesab 1-1'dir. İzləyə təkrarı. Ninkovic önü boş idi. Önünü heç kim bağlamamışdı, amma kim gözləyə bilərdi ki o məsafədən Ninkovic zərbə indirəcək. Təxminən 35-40 metrlik məsafədən zərbə indirdi Ninkovic. Mövsümün ən gözəl qollarından birinə imza attı, indidən deyə bilərik. Hər halda onluqda yer alacaq bir qoldur. Mənə elə gəlir. Wow! Bu ayın 1000 manatını Ninkovic aparacaq yəni ki, ayın qolu seçilmə ehtimalı çox yüksəkdir. Cərimə zərbəsini yerinə yetirəcək ikinci Zirə futbolçuları işarə verildi. Rövlan Muradov topun gerisindədir. Rövlanın zərbəsi və gol! Rövlan Muradov! Cərimə zərbələrinin mahir ustası odur əslində. Onun topun gerisində olduğunu düşündüm, amma o Qismət Aliyev düzdür istəməz tamaşaçılar. İstənilən halda çox gözəl bir gol vuruldu. Qismət Aliyev komandanın kapitanı fərqlənir. 2-1. İlk hissədə artıq 3-cü qolu izlədik. Qismət Aliyev komandası hesabını önə çıxardı. Rövlan da yanındaydı, bəli. Mənə də çaşdıran məhz buydu, amma zərbəni Qismət indirdi. Canlı səttin üzərindən topu Mehdi Cənnətovun qorumadığı küncə yönətdi. Mehdi çox çalışdı, çox səy göstərsə də topa çata bilmədi. 2-1. Ara ötürməsi Yankovic və Thiago Silva. Çox təhlükəli zərbən qarşısını aldı. Rikaşet də var idi orada. Papunaşvilidir, o ehtiyatdadır. Rövlanın zərbəsi bu dəfə Mehdi Cənnətov qaytarır. Təkrar zərbə yedi Mehdi Cənnətov. Yedi çox təhlükəli idi. Bu dəfə bax, kapitanlara sözünü çatdırdı. Ninkovic'in ötürməsi, qapı qarşısına, başla zərbə və son anda Thiago Silva.
Və ilk hissənin final fitidir bu. İnqilab Məmmədov komandaları paltar dəyişmə otaqlarına yollayır. Baxın, hər şey qaydalar çərçivəsində ikinci 45 dəqiqə başladı. Son dəqiqələrdə qol vurmağı da sevirlər. Ötürmə qapı qarşısına cinahdan Thiago Silva. Birbaşa top qapıya getdi az qala. Vüsal Paşayev. Ninkovic çəkdi sağına, daha bir zərbə uzaqdan. Ramalingom, Ramalingom, Ramalingom! 2-2! Aleksandr Ramalingom! Hesab bərabərdə 50-ci dəqiqədə. Madagaskarlı forvard fərqlənir. Epizodun təkrarına baxaq. Ramalingom topu necə qəbul etdi, rəqibin yanından aşırtdı və top yeri düşmədən ona zərbə indirdi deyəsən. Sevgilərini göndərir doğmalarına. Goldan sonra Aleksandr Ramalingom və gəlin izləyək. Ninkovicin daha bir zərbəsi ötürməyə çevrildi. Ruan Renato'nun yanından topu aşırtdı və ikinci toxunuşla onu qapıya göndərdi. Bir toxunuş qəbul, ikinci və üçüncü. Daha bir gözəl gol, nə deyəsən? Yəni bu da gözəldir. Bu oyun əsr futbol estetləri üçündür. İsmail İbrahimli, Gomis. Yox, bu Rüfətin zərbəsi. Oy, oy, oy. Daha bir gözəl zərbə, bu dəfə top qapıdan aralı keçir. Ramalingomdan ötürmə mərkəzə dəqiq alındı. Nikola Ninkovic sürəti yığır, solda Vaskes var. Vaskes'i gördü, Vaskes cərmə meydancasında. Ronaldo Vaskes çəkdi sağına. Ronaldo Vaskes! Top qapının üstündən keçdi. Daha bir təhlükəli hücum. Paslaşdı Mikels'a, Custodio qapı qarşısına ötürmə, zərbə Papunaşvili'də alınmadı. Hücum davam edəcək. Bagamovski və Roy Kehat. Renato, solda Mikels var. Ötürdü topu Mikels'e. Mikels qapı qarşısına yerlə ötürmə və son anda Masaki Murata. Ruan Custodio ile oynadı. Enrique Custodio cərmə meydançasında qapı önünə ötürmə. Qapıya zərbə və gol! Georgi Papunaşvili! Zileye'nin hesabda önde. 3-2. Enrique Custodio bugün cinahı əlih-vəli elədi. Enrique Custodio bir an olsun belə dayanmadı. Və 88-ci dəqiqədə daha bir ötürmə Custodio'dan golla nəticələnir. Georgi Papunaşvili. Rəşad Sadıqovun çox yeri fərqlənir. O belə nöqtələrdən həmişə dəqiq zərbələr indirir demişdim. Bu dəfə də sübut etdi. Bir neçə dəqiqə öncə belə bir imkan olmuşdu, amma Vaskes Papunaşvilini qabaqladı. Bu dəfə heç kim Papunaşvilinin önünü kəsə bilmədi. Custodio vaxtında özünü topa çatdırır. İki futbolçu arasında ötürmə verir. Və Papunaşvili demək olar ki, penalti nöqtəsinin üzərindən topu Sumqayıtın qapısına göndərir. Sumqayıt 2, Zirə 3. Hesab 2-2 olarkən hələ ki son golu izləməmişik demişdim. Və bu da final fiti. Sumqayıt Zirə qarşılaşması Zirənin 3-2 hesablı qələbəsi ilə yekunlaşır.